Düşmüşəmsə də 400 manat cəriməsidir ki, ödəyəcəm. Mən ondan da qorxuram. Sürücü sərxoş halda özünü müdafiə etməyə çalışır. Dövlət tərəfindən təyin olunmur. Mən ona inanmıram. Həkim gəlsin. Həkim deyibsiz ki, bura xəstəxanadır. Həkimi çağırın gəlsin. Elə həkim də sizə alkotester vasitəsilə yoxlayacaq. Yoxlasın da, qoy yoxlasın. Mən həkimə inanıram. Prokurat andına and içmiş həkimə inanıram. Sürücü. Vəsiqə göstər görüm, sən həqiqətən bizi müayinədən keçirdən bir vəzifənin səlahiyyətli nümayəndəsisən yoxsa yox? Bir dəqiqə özür Atamliyə mənə dəlalət eləmir. Sən vəsiqə gətir. Bəli. Bu sürücü isə elə sərxoş olub ki, danışmağa da çətinlik çəkir. Siz sərxoşsuz, ayaqüstə dura bilmirsiniz. Avtomobil idarə edə bilmərsiniz. Sərxoşluq edirəm. Görünürəm. Bu da yaxşılanırım sizə. Görüntülər İmişlidə yol polisinin gecə keçirdiyi reydləndə. Rayonun əsas küçə və prospektlərində postlar təşkil edən polislər qayda pozan sürücüləri dayandırmağa çalışıb. Reyd zamanı müxtəlif qaydaları pozan sürücülər aşkar edilib. Sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə edənlərin avtomobilləri cərimə meydançasına qoyulub. Reydlər zamanı ümumilikdə 50-dən çox sürücü saxlanılıb. Avtomobilini illik texniki baxışa təqdim etməyən, sürücülük hüququ olmadan avtomobilini idarə edən, spirtli içki qəbul edib sərxoş halda avtomobilini idarə edən sürücülər aşkarlanmış. Onlar barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun protokol tərtib olunmuşdur. Reydlərimiz Yoxlamalar zamanı sərxoş sürücülər polisə çətin anlar yaşadıb. Bundan başqa avtomobilə əlavə avadanlıqlar quraşdıran, sürücülük hüququ olmadan avtomobili idarə edənlər də nəzərdən yayınmayıb. Ən çox rast gəlinən hal isə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər olub.